Salam əziz tələbələr, məntiqdən riyazi əməllər mövzusuna aid olan belə bir suala baxırıq. Deməli, suala fikir versəniz, mötərizəli ifadələrdən ibarətdir. Biz bilirik ki, riyaziyyatdan mötərizəli ifadələr olanda birinci mötərizənin qiyməti hesablanır. Yəni, biz əvvəlcə hesablamalıyıq 27 operator 14-ün qiymətini. İfadəmizə fikir versəniz, ortada dayanan operator romb operatorudur. Romb operatoru da birinci sətirdə verilib. Deməli, bizə verilən 27 operator 14-ün qiymətini birinci sətirdə hesablamalıyıq. Əvvəlcə A və B dəyişənlərinin qiymətini tapırıq, sonra birinci sətirdə gördüyümüz bu ifadədə yerinə yazıb hesablayırıq. Yadda saxlamaq lazımdır ki, operatorumuzun sol tərəfi sol tərəfinə bərabərdir. Sağ tərəfi isə sağ tərəfinə bərabərdir. Yəni, yazırıq ki, 9A bərabərdir 27-yə. Hər tərəfi 9-a bölsək, A dəyişəninin qiyməti 3-ə bərabərdir. Operatorumuzun sağ tərəfi, yəni 7B, sağ tərəfinə bərabərdir, yəni 14-ə bərabərdir. 7B bərabərdir 14-ə, hər tərəfi 7-yə bölürük, B dəyişənin qiyməti eləyəcək 2. Tapdıqlarımızı birinci sətirdə aparıb yerinə yazıb hesablayırıq. Yəni, 2-ni vururuq, A-nın qiymətini 3 tapdıq, 2-ni vururuq 3-ə eləyəcək 6, B-nin yerinə də 2 yazırıq, 6-nın üzərinə də 2 gəlirik, eləyəcək 8. Deməli, birinci mötərizəmizin qiyməti elədi 8. İndi isə keçirik ikinci mötərizəmizin qiymətini hesablamağa. İkinci mötərizəyə fikir versəniz, ədədlərin ortasında dayanan fiqur üçbucaq fiqurudur. Yəni, bunu harada hesablayacağıq? İkinci sətirdə. Operatorumuzun sol tərəfi sol tərəfinə bərabərdir. Yəni, yazırıq ki, 11A bərabərdir 33-ə, hər tərəfi 11-ə bölürük, A dəyişənin qiyməti eləyəcək 3. Operatorumuzun sağ tərəfi sağ tərəfinə bərabərdir, yəni 9B bərabərdir 18-ə, B dəyişənin qiyməti isə bərabərdir 2-yə. Tapdıqlarımızı aparıb ikinci sətirdə, yəni bərabərliyin sağ tərəfində aparıb yerinə yazıb hesablayırıq. 3-ü vururuq 3-ə eləyəcək 9. Üzərinə gəlirik, B dəyişəninin qiymətini 2 tapmışdıq. Üzərinə 2 gəlirik, 11. 11-dən də 3 çıxırıq, eləyəcək 8. Deməli, ikinci mötərizəmizin qiyməti də 8-ə bərabərdir. Tapandan sonra yazdıqlarımızı silirəm, keçirik üçüncü mötərizənin qiymətini hesablamağa. Üçüncü mötərizəyə fikir versəniz, ortada dayanan fiqurumuz kvadrat fiqurudur. Kvadrat fiquru isə üçüncü sətirdə verilib. Əvvəlcə A və B dəyişənlərinin qiymətini tapırıq, sonra bərabərliyin sağ tərəfində yerinə yazıb hesablayırıq. Operatorumuzun sol tərəfi sol tərəfinə bərabərdir. Yəni 5A bərabərdir 15-ə, hər tərəfi 5-ə bölürük, A dəyişənin qiyməti bərabərdir 3-ə. Operatorumuzun sağ tərəfi sağ tərəfə bərabərdir. Yəni 8B bərabərdir 16-ya, hər tərəfi 8-ə bölürük, B dəyişənin qiyməti eləyəcək 2. Tapandan sonra üçüncü sətirdə A-nın yerinə 3, B-nin yerinə 2 yazırıq, 3-dən 2-ni çıxırıq, eləyir 1, 1-in üzərinə də 5 gəlirik, eləyəcək 6. Deməli, üçüncü mötərizəmizin qiyməti 6-ya bərabərdir. İndi isə ifadəmizi sadələşdirək və sualımızın cavabını tapaq. 8 üzərinə gəl 8 eləyir 16, 16-dan da 6-nı çıxırıq, cavabımız eləyir 10. Yəni C variantı. Növbəti sualı siz özünüz hesablayın, cavabı yorumda qeyd eləyərsiniz.